Bilirsiniz dostlar, ben Avesta mətnləri ilə məşğul olduqca bir mənalı olaraq başa düşdüm ki, bu Allahın, Tanrının Zərdüştə göndərdiyi kəlamlardır, vəhlə verilmiş kəlamlardır. Ancaq mən Tövrəti, yəni Musanın kitabını, İncili, yəni İsa'ya gələn vəhləri, Quranı, yəni Məhəmməd Peyğəmbərə gələn vəhləri oxuduqca bir qənaətə gəldim. Nədən bu Peyğəmbərlər Zərdüşt haqqında bir kəlmə də olsun danışmırlar? Bu kitabların heç birində Zərdüşt haqqında bircə belə sözə rast gəlməzsən. Hansı ki, bütün bu Peyğəmbərlər hamısı Zərdüştün başmaqlarını geyiblər. Zərdüştün başmaqlarını geyənlər ondan bir kəlmə belə etmirlər. Mən inanıram ki, yenə deyirəm, bu Peyğəmbərlərə Zərdüşt haqqında 100% belə əminəm ki, müəyyən kəlamlar gəlmişdir. Onlara Zərdüşt haqqında müəyyən mətləblər deyilib. Amma kitablarında bu yoxdur. Bu məni çox təəccübləndirir. Zərdüştün başmaqlarını geyəsən, illərlə onun düşüncələrini bölüşəsən, onun xeyir və şər haqqında olan düşüncələrini bölüşəsən, paylaşasan, amma Zərdüştün adı orada olmasın. Bu çox təəccüblüdür və mənə heç də inandırıcı gəlmir.